Salam hörmətli perspektiv izləyiciləri. Bugün artan iqtisadi prosesin fonunda Azərbaycana gələn xarici şirkətlərin sayı da günü-gündən artmaqdadır. Və elə bunlardan biri də bugün qonağımız olan Misir şirkətlərindən Sebes qrup şirkətidir. Bu məqsədlə də şirkətin Azərbaycandakı nümayəndəsi Tariq İsmail qonağımızdır və bizə şirkət haqqında məlumatları təqdim edəcək. Tariq bəy, xoş gəlmişsiniz. Sizə suallardan öncə şirkət haqqında məlumat verməyinizi, 25 illik beynəlxalq təcrübə ərzində şirkətin hansı ölkələrdə daha uğurlu layihələr həyata keçirdiyini öyrənmək istəyirik. Bizim şirkətimizi 25 ildən artıq təcrübəsi olan peşəkarlar vasitəsilə açılmışdı şirkətimiz. Şirkətimiz Amerika qitəsində, Avropa, Orta Şərq qitələrində fəaliyyət göstərir. Şirkətimizin filialları Amerikada, Dubayda, yəni Bəədə, Qahirədə və Avropa ölkələrində var. Biz peşəkar xidmət göstəririk, məsləhət verici xidmətlər göstəririk. Bizim çox yaxşı təcrübəsi olan peşəkar işçilərimiz var. Tariq bəy, biz bilmək istəyirik ki, sizin beynəlxalq konsalting şirkətlərindən əsas fərqiniz nədir? Birincisi odur ki, bizim işçilərimiz, bizim komandamız 25 il müddətində onların təcrübəsi var. İkincisi odur ki, bizim komandada işləyən işçilərimiz hər istənilən sahədə peşəkardırlar. Bizim Birləşmiş Amerika Ştatlarında, Dubayda, Qahirədə, indi də Azərbaycanda filialımızı açmağımız bizə yeni bir təcrübə verir ki, bu sahələrdə peşəkarlıqda daha yaxşı peşəkarlaşaq. Biz bilmək istəyirik ki, bugün dünyada artıq süni intellekt və rəqəmsallaşma dövrüdür. Şirkət, Sebes qrup bu xidmətdə necə təsir göstərir? Bugün elə bir vasitə olub ki, onsuz keçinmək qeyri-mümkündür. Şirkətin xərclərini azaltmaq üçün və şirkətin işini yaxşılaşdırmaq üçün bundan biz istifadə edirik. Şirkətin Azərbaycana daxil olmaq üçün əsas məqsədi nədir? Bizim şirkətimiz Azərbaycanda mövcud olan ilk məsləhət verici şirkətdir. Biz Qafqaz ölkələrini araşdırma apardıqdan sonra Azərbaycanı seçdik. Çünki yaxın vaxtlarda Azərbaycanda elə bir zəminə var ki, elə bir təbii imkanlar var ki, həmin burada investisiya qoyuluşuna yardım edir, cəzb edir investisiya qoyuluşunu. Həmçinin cənab prezidentin irəli sürdüyü siyasət nəticəsində ki, bura investisiya qoyuluşuna şərait yaradır və bütün dünya da şahid olur ki, görür ki, Azərbaycan rol oynayır bu sahədə, regionda. Biz bilmək istəyirik, regionda əsasən hansı sahələrə maraq göstərir və əməkdaşlıq etmək istədiyi qurumlar, dövlət qurumları, şirkətlər hansılardır? Konkret öz üçün belə bir plan varmı? Deməli, Azərbaycan enerji və kənd təsərrüfatı sahəsində əlverişli ölkədir. Və mən də deyir, ölkəni gəzdikcə gördüm ki, kənd təsərrüfatı üçün burada yaxşı şəraitlər var. Həmçinin Azərbaycan Orta Şərq ölkələri arasında və Azərbaycan arasında tərəfdaşlarla əlaqə saxlamaq üçün yaxşı bir ölkədir. Biz bilirik ki, şirkət həm Misirdə, həm Dubayda, həm bir çox Orta Şərq və yaxud da Yaxın Şərqdə fəaliyyət göstərir. Azərbaycanla o ölkələrin arasındakı biznes baxımından hansısa oxşarlıqlar və fərqlər varmı? Azərbaycanla o ölkələrin, Afrika ölkələrinin, Orta Şərq ölkələrinin fərqi budur ki, Azərbaycanda həmin bazarı inkişaf etdirmək üçün daha geniş imkanlar var və digər tərəfdaşlarla əməkdaşlıq etmək üçün yaxşı şərait zəmin var. Məsələnin biri də
bildiyimiz qədər məsələn Azərbaycan şirkətləri də bu günlərin böyüyür və xarici ölkələrə investisiya edir. Xüsusən Dubay, Səudiyyə Ərəbistanı, Yaxın Şərq ölkələrə Azərbaycan iş adamları da investisiya edir. Bu sahədə də şirkət Azərbaycanlı iş adamlarına orada fəaliyyətlərini həm hüquqi, həm maliyyə məsələlərində hər hansı bir xidmət göstərə bilərmi? نحن بالفعل Bizim planlarımızın içində bu planda var ki, investisiya qoyuluşunun mübadiləsi ilə məşğul olaq. Həm region ölkələrdə, həm də Azərbaycanda. Yəni tək Afrika, məsələn Səudiyyə Ərəbistanında deyil, həm də onlar Azərbaycanda da bu işlə məşğul olsunlar. Təşəkkür edirəm cavablara görə. Son dönəmdə Azərbaycana gələn şirkətlərdən və Azərbaycanlıların şirkətdə fəaliyyətini necə dəstəklər? Yəni buradakı yerli şirkətlərdə daha çox Azərbaycanlıları mı işə götürürlər, yerli adamlarımı, yoxsa xaricdən gətirirlər mütəxəssisləri? في كل بلد Bizim belə bir qaydamız var ki, hansı ölkədə şirkətimizi açırıqsa, hansı bazara daxil olursa, o ölkənin həm mədəniyyətinə hörmət edirik, həm də oradakı qayda qanunlara. Ona görə də bizim əsas məqsədimiz odur ki, daxil olduğumuz ölkənin yerli əhalisindən işçi götürək və eyni zamanda da həmin işçilərlə digər ölkədəki o filiallarımızdakı işçilərinin təcrübələrini bir-biri ilə bölüşsünlər ki, onların da mədəniyyətini, biliklərini bura gətirək. Bilmək istəyərdik ki, şirkətin qarşısına qoyduğu əsas 5 prioritet istiqamət nədir? الخطة في الخمس سنوات القادمة Planımızın biri odur ki, Azərbaycanı bu son 5 ildə, növbəti 5 ildə regional bir, bizim şirkətimiz üçün regional bir ölkə qərar verək. Azərbaycanın siyasəti və iqtisadiyyatı belə bir şərait yaradır ki, bura investisiya qoyan insanda əmin-amanlıq yaranır. 2026-cı il üçün planımızda olan bir planımız biri odur ki, texnologiya sahəsində burada inkişaf etdirək. İkincisi odur ki, kənd təsərrüfatı sahəsində Almaniyada bir şirkətlə biz anlaşmamız var ki, bizə elə bir texnologiya versin ki, torpağın əkin üçün yararlı olunmasını şərait yaratsın, həmçinin suvarma üçün şərait yaradan texnologiyalar versin bizə. Bizim son olaraq bizim üçün şərəfdir ki, Azərbaycanda belə bir iş görək və bizim şirkətimiz istənilən əməkdaşla işində, yəni heç bir əməkdaşa fərq qoymur. İstənilən sahədə məsləhət verici kimi istənilən sahəyə öz məsləhətini və digər xidmətlərini təqdim edir. Mən minnətdaram, bugün gəldiniz, iştirak elədiniz və buradan bütün şirkətlərə bildirmək istəyirik ki, Azərbaycanda iş qurmaq, Azərbaycanda biznesi inkişaf elətdirmək üçün bütün imkanlar var və sizin şirkətə də uğurlar arzuluyuruq. Biznes TV olaraq da hər zaman bütün məsələlərdə, xarici şirkət olaraq da yanınızdayıq. Hər hansı bir məsələni işıqlandırmağa, insanlara çatdırmağa, iş adamları ilə bağlı məsələlərdə sizin şirkəti də onlarla bərabər görməyə, onlarla bərabər etməyə hazırıq. Təşəkkür edirik gəldiyiniz üçün. أنا سعيد جدا بالتواجد هنا. Mən burada sizin verilişinizdə iştirak etdiyim üçün çox məmnunam. Sizə təşəkkür edirəm və bildirmək istəyirəm ki, bizim şirkət istənilən məsləhət xidmətini istər iqtisadi, istər başqa sahələrdə verməyə həmişə hazırdır və sizin bu kanalınızın vasitəsilə də bu işi görməyə şadıq. جلب استثمارات خارجية إلى أذربيجان. Bu buraxılışımızda da Sebes Qrup şirkətinin fəaliyyətini öz rəhbərinin təqdimatında eşitdik. Sağ olun, növbəti verilişimizdə görüşənədək.